Melanoma riskini azaltmaq üçün birbaşa günəş işığından qaçınmalı və özünüzü ondan qorumalısınız. Yenavaz.com xəbər verir ki, bu barədə Lenta.ru-ya tibb elmləri namizədi, allergoloq, immunoloq və dermatoloq Karina Vardanyan məlumat verib. Vardanyan xəbərdarlıq edib ki, gəzinti üçün ən təhlükəli vaxt səhər saat 10-dan axşam 4-ə kimi hesab olunur. Stat: Əgər insan bu zaman günəş altında qalmağa məcbur olarsa, tədbir görməlidir. Həkim fiziki qorunma və günəşdən qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Baryer yanaşması məcburi qaydanı ehtiva edir. Dərini günəşdən mümkün qədər qalın parçadan hazırlanmış boş paltarla örtmək lazımdır. Həmçinin üzü, qulaqları, boynunu şlyapa, kepka və ya kapşon ilə örtmək vacibdir. Statın sonu. O əlavə edib ki, günəşdən qoruyucu krem dərinin bütün açıq nahiyələrinə çəkilməli, hər 2 saatdan bir və üzgüçülük, tərləmə və fiziki fəaliyyətdən sonra yenilənməlidir. Stat: Hətta buludlu günlərdə də qorunmaya laqeyd yanaşmamalısınız. Çünki UV şüalarının təxminən 80% buludlardan keçir. Buna görə də günəş yanığı və melanoma riski qalır. Əks etdirən səthlər, qar, qum və su yaxınlığında xüsusilə diqqətli olmalısınız. Onlar ultrabənövşəyi şüaların təsirini artırır. Buna görə də dəri daha çox qorunma tələb edir. Statın sonu.